Dayan, keçmə. İndi sənə elə bir makaron resepti deyəcəm ki, evdə ərzaqlardan möhtəşəm ləzzət çıxaracaqsan. Bax, indi sadəcə soğan, kərə yağı, duru yağ, biber, pomidor, salçası ilə elə bir sos hazırlayıram ki, dadı restoran yeməyi kimi olacaq, əmin olun. Bu sosun sirri evdə hazırladığım özəl salça sosundadır. Üzərinə acı oregano əlavə edirəm. Bax, bu fərq yaradır. Deyəcəksiniz ki, bu resepti niyə əvvəl görməmişik? Reseptin tam versiyası YouTube kanalımdakı biodan keçib baxa bilərsiniz. Əgər siz də bu qədər sadə ərzaqla bu qədər ləzzət olar deyirsinizsə, dayan, keçmə və izlə. Sonacan izləyin videomu zəhmət olmasa. Həqiqətən yeməyin dadına baxandan sonra deyəcəksiniz ki, bu yeməyi bir dəfə də bişirin. Mən deyərdim ki, tənbəl yeməyidir, çox asanlıqla başa gəlir və dadı mükəmməldir həqiqətən. Görüntüsü çox gözəldir. Zəhmət olmasa YouTube kanalıma keçid edin, abunə olun, videolarımı bəyənməyi unutmayın. Yorumlarda fikrinizi gözləyirəm qızlar. Sağ olun.